hədislərin birində belə buyrulur: Ya eyyuhən-nas, ey insanlar, innehu qad aqbala ileykum şəhrullah, Allah ayı sizə tərəf üz gətirməkdədir. Bil bərəkəti və rəhməti və məğfirə. O Allah ayı öz rəhməti ilə, məğfirəti ilə və bərəkəti ilə sizə tərəf gəlməkdədir. Şəhrun huvə indəllahi əfdaluş şuhur. Bu elə bir aydır ki, Allah yanında ayların ən üstünüdür. Və əyyəmuhu əfdalul əyyam. Və bu ayın günləri ən üstün günlərdir. Ləyəluhu əfdalul ləyali. Bu ayın gecələri ən üstün gecələrdir. Və saatuhu əfdalus saat. Və bu ayın saatları da digər ayın saatlarından üstündür. Hədisin ardınca Peyğəmbər sallallahu buyurur ki, Ənfəsukum fihi təsbihun. Bu ayda sizin nəfəsləriniz təsbihdir, zikirdir. Və nəvmukum fihi ibadətun. Yuxunuz bu ayda ibadətdir. İnsan təsəvvürə belə gətirmir ki, bu ay nə qədər fəzilətlidir ki, insanın nəfəsi zikirdir, yuxusu belə ibadətdir. Və əməlukum fihi məqbulun. Bu ayda elədiyiniz əməllər qəbul olunmuş əməllərdəndir. Və duaukum fihi müstəcabun. Bu ayda etdiyiniz dualar müstəcabdır. Biz Peyğəmbər sallallahu əleyhi və səlləm bu hədisinə baxanda məlum olur ki, həqiqətən bu ay digər aylardan çox fərqli və çox üstün bir aydır. Hədislərdə qeyd olunur ki, Ramazan ayı daxil olarkən səmanın bütün qapıları açılar, ta Ramazan ayının sonuna qədər bağlanmaz. Yəni bu ayın nəinki gündüzləri, hətta gecələri də istifadə olunması bir gecədir və bəndələr üçün xüsusi fürsətdir.